İnsanın uşaqlığında bir sevgi olur, oyuncağı olur. Bəzən hər ailəyə baxanda uşaq üçün dünyanın nə yerində, nə gözəlliyində bir şey gətirsə, məsələn, dəftər, ruska, yemək, içmək, uşaq adi baxacaq. Amma bir oyuncaq gətirəndə uşaq ondan ötəri sənə o qədər təbəssüm edəcək ki, sən hal-hazırda biləcəksən ki, uşaq səndən razı qaldı. Yəni. Birbaşa bir sual verəcəm sizə. Buyurun. Həmən o uşağın oyuncağı yox idi. Həmən o uşaq idi ki, atasız nə oyuncaq istədi, nə var istədi, nə dövlət. Atasını istədi. O balaca bir Rüqəyyə idi. Tanıyırdınızmı onu? Bəli. Sizə necə tanıtdırıblar Rüqəyyə xanım? Allahümme salli ala Fatımətə və əbihə və bəllihə və bənihə və sirril müstəbəddəyi fiyhə biədədi mə əhətə ilmuk. Allahın salam və rəhməti olsun əhl-i beytə, Peyğəmbər və ali Peyğəmbərə. Allah sizlərdən razı olsun. Siz çox belə incə yerdən, çox zərif bir yerdən sual ünvanladınız. Həqiqətən də bu suala cavab vermək həddindən artıq çətin olsa da bu sual insanı tərpədir, insanın ruhuna təsir edir ki, çünki mən uşaqlığımdan elə bir evdə göz açmışam ki, o evdə uşaqlığımdan əhl-i beytlə tanışdığım olub. Mən uşaq ikən olarkən rəhmətli nənəm bəlkə İmam Hüseynə aşiq olub. Biz Kənd Əhmədlidə yaşayırıq. O dövrlər ki, Sovet dövründə məscidlər bağlı idi, bizim kəndimizin də məscidi bağlı idi. Bizim evimizdə hər il Məhərrəm ayında Həzrət İmam Hüseyn ağanın adına məclislər qurulub, bütün kəndin ana-bacıları bizim evimizdə toplanıblar. Fəqət mən də uşaq yaşlarımdan, kiçik yaşlarımda olarkən nənəm məni tərbiyə eləyib, nənəm mənə əhl-i beyti sevdirib, tanıtdırıb. Balaca Rüqayyəni də nənəm mənə tanıtdırıb. O atasını istəyən Rüqayyəni ki, kimsəsiz halda qaldı. O ki, düz oyuncaq əvəzinə atasını istədi. Ataya olan baladan bir sonsuz bir məhəbbət idi. Biz real danışırıq. Bəli. Orada Rüqəyyə xanıma nə istəyir verin, tək ki sakit dursun, başım ağrıyır dedi. Zalım. Amma o uşağa, o körpə uşağa, hətta deyirəm oyuncaq idi sevindirən onu. Onu belə versən, O sakitləşməzdi. İstəmədi. Nə verdilər o uşağa orada? Necə sakit etdilər? Həzrəti Rüqəyyə balaya Həzrəti İmam Hüseyn əleyhissalamın mübarək başını verdilər. Necə zalım adamdılar. Çox zalim, Allah nələt eləsin zalim qövmə. Allah əhl-i beytin düşmanlarını da lənət eləsin. Bax, mən sizin istərinizə toxunmaq istəyirəm. Məcburam. Çünki İmam Hüseyni sevmək elə adi deyil. Bəli. Çoxları deyir, görmədiyin bir şeyi necə sevə bilərsən? Mən onlara göstərmək istəyirəm bana. Zalım atasının başını verdi körpə uşağa. Zalım 44 günlük müharibədən əvvəl müharibələr etdi. Anaların bəhdinə belə körpə uşağı çıxardı, pişiyi daxil etdi onun bəhdinə. Zalımı fikir verirsiniz, kimdir zalım? Kafir kimdir fikir verdiniz? Biz 1400 il bundan əvvələ danışmayaq. Gəlin elə öz zamanımızdan danışaq. Kafirdir, bu da kafirdir. Necə qəbul etdin o kafiri sən? Ən təhlükəli cəmaat o cəmaatdır ki, bir insanlarda Allah xofu olmaz. Bir cahili bir insan yolunu azar görərsən ki, ona təbliğ eləyərlər, ona başa salarlar.
o haq yola qayıdar. Bir cəmaat ki, Allahdan qorxmaz, o cəmaat hidayət tapmaz. Çünki o zalimlərin qəlblərində nə Allah eşqi, nə Allah xofu var. Ona görə də onlar bu cür cinayətlərə əl atdılar. Nəinki keçmişdə, bu zamanəmizdə də biz baxırıq tarixə, qısa bir tarixə, Xocalıda törətdikləri zalimlərin körpələrə qıymadıqlarını, ana-bacılara, yaşlı ağbilseylərə qıymadıqları zalimlıqları biz görürük. Ona görə də bu zamanlar keçsə də bu həyatda olan şeylər unudulmur. Bu balaca Rüqayyə də ki, o dövrdə ki, bu cürünə Allahsızların arasında qaldı. Ona görə də o balaca Rüqayyəyə dünyada hər nə versəydin onu sakitləşdirə bilməzdi. Çünki o ata qayğısına ehtiyacı var idi. O ata məhəbbətinə ehtiyacı, bəli, ayrılıqlar. Son məqamları var idi. Bəli. Ata ilə balanın, özü qız uşağı. Qız uşağının, bəli, qız uşağı atanı çox sevər. Qız uşağının ayrılması. Hatırlayırsınız da? Bəli, çətin bir səhnədir, çox bir çətin səhnədir. Allah lənət eləsin zalimlərə. Yəni ki, o körpə uşaq ki, o ata məhəbbəti ilə, sevgisi ilə dünyadan getdi sonda. Əhl-i Beytin müsibətinə müsibətlər çata bilməz. Kərbəla biz deyəndə mən uşaqlıqdan rəhmətli nənəm Kərbəla səhnəsini həmişə mənə adlandırıb. Adı neydi nənənizin? Kərbəla-i Minayə. Allah rəhmət olsun, şad olsun. Bəlk İmam Hüseyin əleyhissalam eşqi var idi. Qəlbində çox o yolda canpəşanlıq eləyirdi o dövrlərdə. İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis var, mən oxumuşam. Həzrət buyurur ki, cəddim, babam Hüseynə evlərinizdə göz yaşı tökməklə, axıdmaqla evlərinizi bərəkətləndirin. Vaxt gələr zamanı imamı zuhur edər. Həzrət İmam Hüseyin ağa üçün göz yaşı axıdılan evləri ağamız inşallah zuhur edər. İnşallah. Bu məhəbbət bizim də qəlbimizə uşaqlıqdan yol açdı. Biz uşaqlıqdan Həzrəti İmam Hüseyin ağa, Əbəlfəzl Abbas ağa, Əli əleyhissalam, anamız xanım Fatıma Zəhra salamullah aleyh, Peyğəmbər sallallahu eşqi ilə böyüyüb başa çatdıq. Əgər bir qəlbdə ki, Əhl-i Beytin məhəbbəti bir qəlbdə özünə yer eləyər, o qəlbdən başqa bir artıq bir şeylər çıxmağa başlayar. Çünki o məhəbbət insanın qəlbinə axdıqca, o məhəbbətdən insan nə qədər xərcləsə, qurtarmaz. Çünki hər nə olub, o qapıda olub. Bir də belə bir söz soruşmaq istəyirəm. Qundaqda bir uşaq olur, o ətrini. Əliyəs gəlib. Yox, ümumiyyətlə, nəvəm var? Xeyr, yoxdur. Yəqin ki, övladınız var. Var, bəli. Xatırlayırsınız onun qundaqdakı iyini, ətrini. Bəli. Yadınıza gəlir o ətir? Bəli, gəlir, bəli. Nə idi belə bir maraqlı bir, xoş bir ətir var idi. Bəli. Üzr istəyirəm izləyicilərdən. Hissimiz başqa bir mövzu deyil. Bəli. O ətir ki var, hər bir körpədə olur. Bəzən çox yerdə bir körpə uşaq əlimizə keçəndə dərhal onu iynər ki, nə gözəl ətir var. Bəli. Düzdürmü? Bəli, həqiqət. İmam Hüseyin ağamızın bir Əli Əkbər oğlu var idi, bir Əli Əsxər. Böyük Əli. Böyük Əli. Yox, adı belə gedir də Azərbaycanda. Böyük Əli, kiçik Əli. Atada ürək ola. Bir atada ürək ola ki, gedəsən zalım qabağına göstərəsən uşağı su ver. Və sənin gözün qabağında oxlansın körpün. Sən neyniyərsən? Səmimi ol. Sizə Əl-Zəhra TV-dən çox yerdən izləyəcəklər. Səmimi ol. Sizin körpənizə o 3 oxla, 3 dişli oxla vurulsaydı, siz nə edərdiniz? Çox çətin
çox çətin, çox Dərhal ağır, ölümə bəli, səbəb olardı o adam. bəli, bəli, Dərhal əzərdi o adamı. bəli. Amma İmam Hüseyn və onun nəsli, babası, atası hər bir həyatını kimə verdi? İslam'a, İslam'a, dinin bərqərar olmağına. bəli, İndi bu cür kişini sevmək olar yoxsa yox? bəli. Sizcə? Həzrət Görmədən sevmək olar, nənən Bəli, danışıb sizə. bəli, görmədən. Sizə nənə öz danışıb ki, belə bir kişi var idi. Bəli. Belə bir şah var idi, Əlidir adı. Bəli, Belə bir kişi var idi, adı Əbəlfəz ağadır. bəli, bəli. Belə bir gözəl Allahın sevdiyi var idi, Muhammed Peyğəmbər sallallahu əleyhi və səlləm. İndi bunları görmədən necə sevdin? Çünki bunlar elə bir məktəb qoydular, elə bir dəstəxat yolu qoydular ki, hətta o ki səhnəni süzdünüz ki, bir körpə ki, qundaqda olar, 3 oxla vuralar onu, ona necə dözmək olar. Həzrət İmam Hüseyn ağa hətta o qövmə deyirdi ki, yenə də tövbə elə söz, Allah sözü bağışlayar. Çünki bu qədər mərhəmət sahibinin yəsini sevməmək mümkün deyil. Allahın nisbəti. Bəli, bəli, bəli. Allahın Allahdır nisbətidir. bağışlayan. Bəli, Allah mərhəmətlidir, bağışlayandır. Həzrət İmam Hüseyn ağa sona qədər insanları Allahın yoluna dəvət elədi. Cəhdi Peyğəmbərin yoluna dəvət elədi. Hətta Əli Əkbər ağa, Əbəlfəzl Abbas ağa, bütün Bəni Haşimi cavanları, evlatları, hər kəs ki dünyadan keçmişdi, o yenə də insanları haqqa dəvət Bir edir. mövzunu da xatırladım. Əli Əkbər ağa dedik. Əli Əkbər ağa o hərdən sual edirlər ki, neçə yaşdan kişilik gəlir? Kişi olursan. Əli Əkbər ağa çox uşaq idi. Gənc idi, nocavan. Hətta xəncəli qılına taxanda özü boyda olurdu. Hələ bir yaşda idi, hələ bir boyda idi ki, xəncəli qılına salsaydı da belə, xəncəl özü boyda idi. Amma döyüşü tələb elədi, xahiş elədi. Xahiş elədi, bəli. Xahiş elədi ki, mən o İzin döyüşə aldı. girim. Bəli. Və tikə-tikə doğradılar. Bu haqda nə bilirsiniz? Nə baş verdi orada tikə-tikə doğrandı, tək. Kişi kimi döyüşə çıxdı. Mən izləyicilərə siz kimi tanıtdırmaq istəyirəm. Bir dənə bir məsələ var idi. İmam Əli əleyhissalam bir pəhlivanla döyüşə girdi. Və onu fəth elədi, öldürdü. Və çıxdı getdi. Mən qıssa edirəm bunu. Çünki mən nə ruhaniyəm, nə elmim o dərəcəyə çatır. Mən bir jurnalist kimi deyirəm bunu. Və bu an həmin şəxsin bacısı gəldi, baxdı, diqqətlə gördülər ki, ağlamır. Heç. Və belə bir sual elədi bir nəfər. Niyə qardaşım üçün ağlamırsan? Dedi, çox maraqlı. Bununla kimsə döyüşüb bu qardaşımla. Çox mərd, kişi adam olur. Kişi adam olun. Dedi, Zirə nədən enər bilirsən deyilməyib. xanım? Bütün zinət əşyaları üstündədir. Baxın, bir balaca uşaq, deyək ki 12 yaş, 13 yaş, 14 yaş, 16, 15 fərqi yoxdur. Sənin üçün övlad böyümür, həmişə uşaq qalır. Uşaq qalır, bəli. Sən onu necə doğradın? Bax, bunu mənə denən. Bax, denən ki, necə onu doğraya bilərdilər? Yəni, bu insanlıqdan qıraqdır. Bunlara insan demək olmaz, çünki bunlar o qədər azğınlaşmışdılar. Həzrət İmam Hüseyn əleyhissalam Kərbəlada onlara bir şüar dedi ki, dedi, sizlər o qədər haram yemisiniz ki, o haram sözü gətirib bu vəziyyətə çıxardıb ki, Peyğəmbər evladlarını qətl eləməkdən belə çəkinmirsiniz. Mənim burada bir Əli Əkbər ağanın bir kəlməsi yadıma düşür ki, Əli Əkbər ağa ki, meydana girəndə o Allah nələt eləmiş zalimlara bir kəlmə söz dedi. Dedi, siz hələ bilmirsiniz ki, biz nəyə görə buradayıq? Bəli. Siz bunu bilmirsiniz, anlamırsınız. O kəlmə söz ki, o bir cavan gənc ki, o sözü dedi, illərcən keçdikcə bu zamana qədər insanlar təəssüflər olsun ki, hələ də anlaya bilmirlər ki, o Kərbəlada nələr baş verir. Mən hərdən bu sözü deyirəm, yenə də sizin sözünüz olmasın, bəziləri mənim fikrimi düz anlamır.
Kərbəla tək su deyildi. Xeyr. Kərbəla tikə-tikə olmaq Xeyr. deyildi. Kərbəla zülm deyildi. Nə gözəl Allahın nəzəri var üzərimdə ki, bəla verib. Bunlar deyildi. Bunlar hamısı olmalıydı. Biz sizinlə bu günləri, bu dəqiqələrə qədər başımıza gələn faciələr, məqtəl barədə, cinayətlər barədə qıssa üzərindən keçdik. İndi mən sizinlə bir sevgiyə toxunmaq istəyirəm. Biz diqqət elə, böyük bir sözdən danışdıq. Amma indi sevgiyə toxunmaq istəyirəm. İstəyə, məhəbbətə. Bəli. Biz indi sizinlə eşqlə danışmaq istəyirik. Kərbəlada olmusan? Bəli. Ərbəyin vaxtı. 3 dəfə Ərbəyin ziyarətində olmuşam. 2 dəfə Kərbəlada. Belə günlərdə olmuşam. İnşallah bu səfər də ayın 26-sında yola düşəcəm. Allah Taala cəmi arzusunda olanlara nəsib etsin. Kərbəla ziyarəti. Kərbəla elə bir məkandır ki, insan orada hər nəyə çata bilər. Çünki o eşq ki, insanı ki, Kərbəlaya gətirir. Kərbəlada da başqa hisslər yaranır insanda. Sanki orada hələ bir-ikinən ki, onlarla insan danışır, canlı bir insanlarla danışırsan, insan ən əzizinə, doğmasına olar ki, bölüşər. Bəli. Kərbəla elə bir yerdir ki, insanların qəlbində olan sıxıntılarla ki, Kərbəlaya gələrlər, qaydanda o sıxıntıları hiss eləməzlər. Bir məhəbbət, bir sevgi, bir aramlıq yaranar insanın qəlbində. Hətta o Kərbəlada həramlara ki, insan gələndə başqa bir huzur tapırsan orada. Bəli. Allahın salamı, rəhməti olsun Əhl-i Beytin üzərinə ki, Əhl-i Beyt eşqi mən həmişə şükür eləmişəm ki, Allah həmd olsun ki, bir də Allah Taala bizim valideynlərimizi rəhmət eləsin. Bizi bu eşqlə, bu sevgi ilə bizi böyüdüblər. Həzrət İmam Hüseyn ağanı bizə tanıtdırıblar. O eşq bizi apardı, çıxartdı Kərbəlaya. İndi burada bir şey çıxır ki, siz Kərbəla yolunda olmusunuz. Bəli. Bu səhnələri də görmüsünüz. Görmüşəm. Mən izləyicilərdən və sizdən üzr istəyəcəm bu sualıma. Bağışlayasınız. Əlinizdə bir su var. Eşq belədir də, əlinizdə bir su var. Suzamısınız. Bir gözvə Əlyasqar görsənir. Bir gözvə Rüqəyyə xanım görsənir. Qalmısan bunların arasında. Bu suyu kimə verərdi? Rüqayyə bala çox susuz idi. Çox susuz idi. Çox bir çətindir. Körpə də susuz idi. Körpədə Əlyasqar ağa da susuz idi. Bax, bu su nə bəla imiş. Bu su bizə niyə belə dağ çəkir? Allah zalım qövmə lənət eləsin ki, Həzrəti İmam Hüseyn ağa onlara bir kəlmə söz dedi orada. Dedi, mən sizə neynəmişəm? Sizin namusunuza təcavüz eləmişəm, malınızı qarət eləmişəm. Çölün heyvanları, qurd-quşları bu axar sudan içir. Belə olan halda siz Peyğəmbər evladlarına su vermirsiniz. Mən hələ başa düşdüm ki, siz Rüqəyyə xanıma verərsiniz ki, yəqin ki, Rüqəyyə xanım da verəcək Əlyasqara, bəli. Ona görə böyüyə vermək istədiniz. O məktəb üçün elə bir məktəbdir ki, necə ki, Əliqəmə yetişəndə, necə ki, Əliqəmə Əbəlfəzl Abbas yetişdi, suya yetişəndə suyu ki götürdü, dedi ki, balaca Rüqayya, balalar, susuzdular, o sudan içmədi özü. O, onun əxlaqından idi. O, çünki Peyğəmbər xanəndəsində göz açmışdı, Əlinin evində göz açmışdı. O da onun tərbiyə olmuşdu. Qardaşı qızı Rüqəyyət də, o da mütləq onu içməz ki, verər Əlyasqara. Bəli, çünki bu Əhl-i Beyt mərifəti başqa mərifətdir. O qapı mərifətlə çox mərifət var o qapıda, çox əxlaq var. İnsanlar o qapıdan
və hərlənə bilsələr, yer üzündə haqq ədalət deyilən şeyi tapa bilərlər. Kərbəlayı, bizim bu verilişimizin adı İmam Hüseynlə danışdır. Və bu zaman istərdim siz İmam Hüseynlə danışasınız. Belə bir sual. Hər bir kəsin bir daxması var. Yəni, İstər varlının, istər kasımın. Bir 4 gün divarla örtülür. Qapı döyülür. Bu möcüzə də ola bilər. Bu həqiqət də olar. Sevən kəsin qapısına İmam Zaman ağa da gələr, bəli, İmam Hüseyn ağa da gələr. bəli. Qapı döyülür. Qapını açırsan, qonağın İmam Hüseyndir. Nə edərsən onun üçün? Necə qarşılayarsın? Həzrət İmam Hüseyn ağanın eşqi bizim qəlbimizdə o qədər yer alıb ki, sözün asığı belə bir halla mən yaşasam, belə bir halla mən rastlaşsam, nə qədər sevdiyimi, nə qədər ona məhəbbət bəslədiyimi, görmədən bu sevginin nə artıq qəlbimdə yer aldığımı bilmirəm ona necə çatdıra bilərdim. Eşq məhəbbətlə, vallahi Allah bizi bu yoldan ayrı salmasın. Allah Teala bütün insanları bu qapıya daxil salsın. Çünki bu qapıda çox böyük bir məhəbbət, eşq var. O qədər bu yolda eşq var. Mənim rəhmətli nənəm yadımdadır ki, bir otağı var idi. Onu o otağı heç kəsi buraxmazdı. Mən uşaq ikən mən ərdən girərdim. Orada ələm saxlayardı. Orada imamlara aid olan şəkillər, orada hətta mənim gözümün qabağında uşaqlıqdan hər dəfə görmüşəm. Həzrəti İbrahim əleyhissalamın əksi, Həzrəti İsmail əleyhissalam qurbanlıq gələn bir şəkil var idi. O şəkilində məndə durur. Çox qədimi bir şəkil idi. O otaqda elə bir ab-hava var idi ki, o otağa mən hərdən daxil olanda az bir vaxtı məni ora buraxırdım. Mən orada qəribə bir hisslər keçirdirdim. Mən Kərbəlaya ilk dəfə rəhmətli anamla gəldim. İlk dəfə. Anam da birinci dəfə idi Kərbəlada olurdu. Mən də birinci dəfə idi Kərbəlada olurdum. O birinci hissi Kərbəlada yaşamaq, eşqi, məhəbbəti onu demək olmur. Bunu insan görəndə, orada yaşayanda o səhnəni, insan başqa bir hal yaşayır. Çünki bir insan bir ömür, bir insana eşq bəsləyər, məhəbbət bəsləyər, onu ilə görüşə tələsər. İlk dəfə Kərbəlaya biz gedəndə biz elə bilirdik ən doğma, ən əziz, ən sevdiyimiz bir şəxsin görüşünə gedirdik. Çünki ürəyimizdə bir döyüntü var idi, bir tələsiklik var idi ki, biz çatağa yetişik. Allah cəm ölənləri rəhmət eləsin. Biz Kərbəladan Həzrət İmam Hüseyn ağanın həramından çıxanda rəhmətli Kərbəlayı xan ona əllərin qaldırdı göyə, dedi ilahi şükür olsun sənə ki, mən mətləbimi aldım, ağaları ziyarət elədim. Yəni bir ömür ananın qəlbində Kərbəla məhəbbəti var idi birinci dəfə gələndə. O günlərdən bu tərəfə o eşq məni hər dəfə Kərbəlaya çəkir aparır. Hər dəfə də olanda Kərbəlada bir başqa təəssüratlarla insan qayıdır. Kərbəladan insan qaydanda öz doğmalarına, öz əzizlərinə o qədər eşqinə, məhəbbəti ilə Kərbəlada olanlardan söhbət açır. Ərbeyn ziyarətində ki, 3 dəfə mən olmuşam, hər dəfə Ərbeyn ziyarətində olanda dünyanın mərhəmət dolu bir hisslərini yaşamışam orada mən. Çünki insanlar bir-birinə təmənnasız xidmət edirlər, insanlar bir-birinə sevgi göstərirlər, insanlar bir-birlərinə qayğı göstərirlər, insanlar bu yolda özlərini fəda edirlər, canpaşanlıq edirlər, mallarını özdə hər birindən xidmətdə çalışırlar ki, Həzrəti İmam Hüseyn ağanın qonaqlarına xidmət eləsinlər. İnsan bu təəssüratları orada gələndə, burada gəlib bölüşəndə, danışanda insanlara. Mən də ona görə insanlara sual verirəm ki, o cür bizi qarşılayır ağam. Bəli, Biz onu necə qarşılayardıq? Bəli, bəli.
Biz də Biz də eşqlə, biz də məhəbbəti ilə. Çünki biz bu eşqlə böyüdük. Saçlarımızı biz Həzrəti İmam Hüseyin ağanı sevməklə ağartdıq. Bu yol insanı, qəlbini, ruhunu təmizləyir. İnsanı haqqa tərəf çəkir, aparır. İnsanın özündən asılı olmayaraq bu eşq insanı başqa cür formalaşdırır. Əgər bir qəlbdəki İmam Hüseyin ağanın həqiqi eşqi, sevgisi var, mən həmişə demişəm. Demişəm ki, bir insan ki, qəlbində Həzrət İmam Hüseyin eşqi var, o hər gün Həzrət İmam Hüseyin ağa ilə təmasda olur. O ki, xüsusən Məhərrəm ayı gəlir, Məhərrəm ayının ilk gecəsində həmən insanın qəlbi sınır, kədərlənir. Çünki insan bir doğmasını itirəndə bütün sevinç hisslərini necə itirirsə, matəmə qərq olursa, Həzrət İmam Hüseyin ağanın məhərrəmliyi hər il bizə bu kədəri yaşadır. Allah sizdən razı olsun Kərbəlayı. İzləyicilər sizi dinlədi. Mən sizinlə sadəcə söhbət etdim. Ancaq siz isə İmam Hüseyin ağa ilə danışdınız. Ona dediniz hamısını. Və sonda sizin ixtiyarınızda bir şey var. Ağa İmam Hüseyindən nə istəyərdin? Bu da sonundur. Ağam İmam Hüseyin əleyhissalamdan biz onun bizə bir nəzər eləməyi də istəyərdik. Çünki onun bir nəzəri hər neyi dəyişdirər insanda. Çünki Həzrət İmam Hüseyin ağa elə bir şəxsdir ki, o istəməsə bir insan onun adını dilinə gətirə bilməz. O istəməsə o sevgi o qəlbə gələ bilməz. O istəməsə kimsə Kərbəlanı ziyarət edə bilməz. Mən də istərdim ki, ağamız bizə bir nəzər eləsin. İnşallah. Cəmiyyən bizi dinləyənlərə də mən bu yolda sabit qədəmlik arzulayıram. Hər kəsin ki, qəlbində bu eşq, məhəbbət var. Allah Taala mərifətlə hər bir kəsə Həzrət İmam Hüseyin ağanın ziyarətini, ərveyini nəsib eləsin. Bizlərə də daimi bu yolda Rəbbim bizi sabit qədəm eləsin. Dünya və axirətdə mən istəyərəm ki, Allah Taala bizi Peyğəmbər və Ali Peyğəmbərdən, Əhl-i Beytdən ayrı salmasın. Bu dünyada ziyarətlərindən, qiyamət günü şəfaətlərindən bizləri binəsib eləməsin. Allah sizdən də razı olsun ki, bu yolda Allah Taala sizlərə yardımcı olsun. Ağam İmam Hüseyin ağanın nəzəri olsun sizlərdə ki, belə bir gözəl verilişlər hazırlayırsınız. Həzrət İmam Hüseyin ağanın haqqında insanları Həzrət İmam Hüseyin ağa ilə tanış eləyirsiniz. Tanımayan da, tanıyan da bu eşqi başa düşməyə çalışır. Mən bir sonda deyim, mən bir dəfə Ərbeyində olanda bir başqa millətlə rastlaşdım orada. Mən hələ bildim ki, o əvvəl başgirdi ya bir başqa müsəlman millətidir. Ancaq o sırf Urus milləti idi, Xristiyan idi. O müsəlmançılığı qəbul eləmişdi. Mən ona həm söhbət olanda o mənə dedi ki, mən birinci Həzrət İmam Hüseyin ağanın həyatı ilə maraqlandım. Maraqlandıqca mən İslam dinini qəbul elədim. Maraqlandıqca bu maraq, bu eşq məni Şam şəhərinə oxumağa gətirdi. 13 il o təhsil alıb. 13 il təhsil alıb, hal-hazırda Həzrət İmam Hüseyin ağanın xidmətçilərindəndir. Kərbəlaya hər il gəlir, xütbələr edir orada. Sırf ərəb dilində, ingilis dilində çox insanları Əhl-i Beytlə tanış edir. Mən fikirləşirəm, hər dəfə baxıram, Həzrət İmam Hüseyin ağa elə insanlara nəzər edir ki, o insanların da əli ilə o insanlar Həzrət İmam Hüseyin ağaya tərəf gəlir. Allah sizdən razı olsun. Allah Taala bizim xalqımızı salamat eləsin. Allah Taala bizim şəhidlərimizi Həzrəti ağamız Abu Abdullah İmam Hüseyin əleyhissalama qonaq eləsin. Allah Taala bizim qazilərimizə şəfa versin, ölkəmizi, dövlətimizi salamat eləsin. Allah Taala bizim xalqımızın gələn günlərin firavan eləsin inşallah. Təbii fəlakətlərdən, müharibələrdən Allah məmləkətimizi uzaq eləsin.
Sağ ol. Sağ ol.